İçəridə qalır axı. Çünki mən bilirəm bax buna nə sual verəcəm. Bu da bilir mən buna nə sual verəcəm. Deyir ki, Allahdan qeyrisini. Deyir görsən bax. Yəni Allah Təala Quranda deyir axı ki, Allahdan qeyrisini çağırmayın. Nə cavab verəsən? Yox, qayıdır bu məsələ jofradır. Deyir ki, yox. Bu bizim Allah qatında şəfaətçimizdir. Mən buna şey demirəm ki, Allah demirəm ki. Mən deyirəm ki, yaxşı şəfaətçidir deyib dua eləsən belə, onu çağırma. Deyir, yaxşı onu çağırmıram, onun xətrinə istəyirəm. Vasitəçi qoşuram. Ki, Allah qatında mənə şəfaətdir. Biz deyirik ki, onda da sən Allah özünü Zümər surəsi 3-cü ayədə taparsan. Hansı ki, Məkkə müşrikləri nə dedilər? Dedilər ki, biz bunlara ibadət eləmirik ya. Bunlar bizim Allah qatında şəfaətçilərimizdir. Görürsən, hər bir halda necə olursa olsun, qardaş. Hətta bunların ən yüngülünə belə, hansı ki, o deyirlər ki, bəziləri var, bunların ən yüngül versiyasıdır. Onlar deyirlər ki, qardaş, biz nə özünə dua eləmirik, nə çağırmırıq. Sadəcə biz deyirik ki, yəni Allahım filan kəsin xətrinə mənə filan şey ver. Hətta bu məsələ o sünni cəmaatının arasında da yayılıb. Peyğəmbərin üzü suyu hörmətinə istəyirlər, nə bilim, belə məsələlər də var. Biz deyirik ki, bax, bir əməl sahibi, bura diqqətlə fikir verin. İnşallah bundan yekunlaşdıram dərsi. Bir əməlin salih olub olmaması. Bu şiələrin və sünnilərin gətirdiyi şübhədir. Ki, onun xətrinə istəmək. Biz deyirik ki, bir əməlin salih olub olmaması şərtləri nədir qardaşlar? Bilən var bu barədə? Ki, hansı şərt ortaya qoyub bununla əməl olsa, biz deyirik ki, bu əməl salih əməldir. Kim deyə bilər buna? Benim deyə bilərəm yəqin ki, yəni Allah razı qalan əməl. Füsal qardaş, nəsə var mı bu barədə? Məncə, salam aleykum. Aleykümselam. Məncə Allaha şərik qoşmamaq, yəni dualarında şərik qoşmamaq. Yaxşı. Baxın qardaşlar, diqqət edin. Bir əməlin salih olub olmaması iki şərtlə ortaya çıxır. Sən bu iki şərtə riayət eləsən, sənin elədiyin əməl salih əməldir. Birinci şərt, elədiyin əməldə ixlaslı olmalısan. Yəni, elədiyin əməldə Allahın rızasından başqasına yönəlməməlisən. Məsələn, bir insan qalxıb 2 rükət namaz qılırsa, Elgiz məni görsün deyə yox. Elvin və yaxud da Füsal məni görsün deyə yox. Məni namaz qılan, xuşulu biri bilsin deyə yox. Ancaq Allahın rızasını qazanmaq üçün qılmalıdır. Və ikinci məsələ də var ki, bunu da etməsən, hətta o əməl ixlaslı olsa belə salih əməl sayılmır. Fikir ver, subhanallah, subhanallah. İnsan necə ola bilər ki, qalxıb ixlasla Allaha görə nəsə ibadət eləsin. Biz ona deyək ki, sənin əməlin salih əməl deyil. İkinci bir məsələ var ki, mütləq Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinə müvafiq olmalıdır. Allahu akbar. Bu iki şərti ortaya qoymasan, sənin elədiyin əməl salih əməl deyil, qardaş. Hətta ikinci bir məsələ də var ki, biz dedik ki, ixlaslı olmalıdır. Sən ixlaslı etsən belə sünnəyə müvafiq olmasa, o əməl səndən qəbul deyil. Və ikinci bir məsələ də var ki, ikinci tərəfi, hətta sünnəyə müvafiq olsa belə, ixlaslı olmasan səndən qəbul deyil. Ona görə də mütləq bu iki şərti ödəməlidir sən edəcəyin əməl. Yaxşı, biri desə ki, mən Allahdan, yəni Allahı nəzərdə tuturam, lakin filan kəsi vasitə qoşuram. Ola bilsin ki, o adam Allah qatında dəyəri çoxdur. Dəyərli adamdır. Vasitə qoşuram ki, Allahım filan kəsin üzü suyu hörmətinə, Peyğəmbərin xətrinə mənə nəsə ver. Yaxşı, deyək ki, laf tutalım ki, bu əməldə sən ixlaslısan elə. Yəni, çünki Allahdan qeyrisini söyləmirsən, nəzərdə tutmursan, Allahın rızasını istəyirsən ancaq. Sual vermək lazımdır ki, qardaşım, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu edibmi? Onun sahabələri, hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında idilər. Onun tələbələri idilər. Ondan bu dini götürdülər və biz də onlardan götürürük. Hansısa sahabə Peyğəmbər sallallahu aleyhi və səlləmin üzü suyu hürmətinə nəsə istəyibmi Allahdan? Gətir qoy ortalığa. Fikir ver. Yoxdur, qardaş. Yoxdur. Hansı ki, Peyğəmbərə ən yaxın olan nəsil idi? Onun sahabəsi idi, onunla bir yerdə döyüşə girənlər idi. Canı ilə, malı ilə, qanı ilə və onun sünnətinə bizdən də çox əməl edənlər idi. Biz ola bilsin ki, hansısa bir sünnədən qafil qala bilərik. Məsələn, burada elə bir sünnə deyə bilərəm ki, ola bilsin ki, sizin xəbəriniz olmasın bundan. Və yaxud da siz deyə bilərsiniz ki, mənim xəbərim olmasın. Eşitməmişik çünki. Dinin hamısını bilirikmi?
Lakin Peyğəmbər sallallahu əleyhi və səlləmin səhabeləri həm bu dinə hərisliyi ilə, həm sünnəni daha çox bilməyi ilə bizdən daha üstün idilər. Onlar bunu eləməyiblərsə, sən 1400 il sonra bir şey ortaya çıxartmısan, deyirsən ki, bu şey salih əməldir. Necə ola bilər bu? Biz deyirik ki, əgər salih əməl olsaydı, qardaşım, mütləq onu bizdən də xeyirli nəsil olan sahabelər etmiş olardı. Xristianlar deyirlər ki, biz İsa əleyhissalam havarilərindən üstünük. Fikir ver, əshabından üstünük. Deyir, bu günlərin biz hansısa bir bidət əmələ ortaya qoysaq, biz onlardan onsuz da üstünük. Nə problem var ki? Amma biz deyirik ki, yer üzərində ən şərəfli məxluq Peyğəmbər sallallahu əleyhi və səlləm və onun əshabı idi. Və biz deyirik ki, Allah Rasuluna sünnətinə ən həris olan insanlar idi. Hə? Və biz deyirik ki, bu əməl salih əməl olsaydı, mütləq sahabelər eləyərdi. Mümkün deyil ey qardaş. Vallahi mümkün deyil ki, bir dövrdə bir əməl salih olsun, baxırsan ki, sahabe bunu eləməyib. Mümkün deyil qardaş. Aydındır? Və yaxud da Peyğəmbər sallallahu aleyhi və səlləm bu əməl salih olsaydı, mütləq qeyd eləyərdi ki, ey insanlar, dua elədiyiniz zaman məni vasitə qoşun. La ilahə illallah. Deməli, bunların bu şübhəsi də aradan qaldırılır. Əgər salih əməl deyilsə, eləmə də qardaş. İnsan özünü niyə yükləsin ki? İnşallah ki, aydın oldu. Sual var mı bu barədə? Xeyr. Məndə yox. Barakallah. Xeyr, yox da xeyr. Allah sizə bərəkət versin. Yoxsa Allah razı olsun səndən qardaşım. Səndən də qardaş, sizdən də barakallah fikum. Ona görə də vallahi dinimizi öyrənmək mühümdür, Vüsal qardaş, vallahi. Əgər biz dinimizi öyrənməsək, kimlər isə gəlib bizə din adına batil öyrədər. Ona görə də insanların şübhəyə düşməklərinin, bidət əhlinin onların şübhələrinə, torlarına düşməsinin səbəbi insanın elmdən uzaq qalmasıdır, vallahi. Elm əhlindən uzaq qalmasıdır, dinini öyrənməməsidir. Və bu dini öyrənərkən səhih qaynaqlardan öyrənməməsidir. Bəzən görsən, insan gedir, fərqli kitablar öyrənir. Baxırsan ki, Quran sünnənin əsər əlaməti yoxdur. Ona görə də öyrəndiyiniz zaman Allahın kitabı, Peyğəmbərin sünnəsi və Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra onun əshabının yoluna uyanlardan öyrənin. Çünki bu üç şey mühümdür. Ona görə sələflər digərlərindən fərqlənirlər. Ona görə bidət əhli, bizi bidət əhlindən ayıran yeganə şey sələfin fəhmidir. Onlar da deyirlər Quran, onlar da deyirlər sünnə. Elə bir bidət əhli varmı ki, rafizlərdən başqa? Deməsin ki, yox, Quran sünnə, Quran götürürəm, sünnə boş şeydir. Və yaxud da ki, sünnə götürürəm, Quran boş şeydir. Deyən varmı ki bunu? Yoxdur. Hamı sünnə ilə gəlir, hamı Quranla gəlir, hamı hədis deyir. Gəlirsən, məsəl üçün, Allaha şərik qoşmağa izah edən adam da gətirir, Allahın ayəsindən dəlil gətirirsə. Deyir, baba, burada var ki, sən nəyi demək istəyirsən? Yəni, Allah təala deyir ki, mən şərik qoşum. Və yaxud da ki, bidət əhli də öz bidətini isbat eləməkdən ötürü hədislərlə danışır. Xavariclər olsun, təkfirçilər olsun, digərləri olsun. İndi burada ad önəmli deyil. Sən sünnədən. Amma bizi onlardan ayıran yeganə şey, biz deyirik ki, qardaş, dini öyrənərik, sən Quran sünnə deyirsən, gəl bunu sahabələr necə başa düşüblər, o cürgə başa düşək. Çünki bizim qurtuluş yolumuz budur. Sən sahabənin fəhmindən başqa bir şey, hansı Şeyx Hüsam İbn Teymiyyə bilsən nə deyir? Deyir ki, əgər sahabə, Peyğəmbər sallallahu əleyhi və səlləm bunu deməyib, və yaxud da ki, sahabə bunu əməlləməyibsə, sənin ağlına gələn şeyin batil olduğuna etiqad edəcəksən. Çünki elə etiqad eləmiş olursan ki, yoxsa 1400 il sonra yeni bir şey kəşf eləmirsən. Bu dini sən başa düşmüsən. Ona görə də Allah Teala fikir verin, Nisa surəsi 115-ci ayədə nə deyir? Deyir ki, kim haqq ona bəlli olduqdan sonra Peyğəmbərdən uzaq düşüb, möminlərin yolundan başqa bir yola uyarsa, fikir ver. Allah Teala bizi sahabələrin bu dini başa düşdüyü kimi başa düşməyə əmr eləyir. Fikir ver, qardaş. Sahabələrin başa düşdüyü kimi. Deyir, möminlərin yolundan başqa bir yola uyarsa. İxtilaf yoxdur ki, burada sahabələrdən söhbət gedir. Bax, buna bir dənə misal deyəcəm sizə. Bu günlərim əhl-i sünnə ilə vuruşan bidət firqələrindən birindən misal çəkəcəm sizə. Əşarilər yəqin eşitmisiniz də. Bu günlərim gətirirlər ki, öz ağıllarının məhsulu ilə, hansı ki, onların ortaya qoyduqları əqidə, etiqad etdikləri əqidə heç sahabəyə dayandıra bilmirlər. O əqidəni isbat edə bilmirlər ki, sahabələr bu əqidədə olublar. Allahü müstəan. Fikir versən, gəlsə deyir ki, Ar-Rahmanu aləl arş istəva. Rəhman, yəni Allah subhanahu taala ərşə istiva elədi. Bunlar deyirlər ki, istiva o deməkdir ki, biz bilirik ki, ərşə istiva edən, yəni ucaldı mənasındadır da, düzdürmü? Bunlar deyir ki, istiva o mənada deyil. İstiva o deməkdir ki,
hökmü altına aldı deməkdir. Görürsən qardaş. Biz deyirik ki, ha qardaş, sən bu məsələni ortaya qoymusan, deyirsən ki, hökmü altına alıb da uzalmayıb, düzdürmü? Gəl gedək sahabəyə baxaq görək. Bu sahabəyə qayıtmaq var, insanın ağlının sağlam olmasını xəbər verir. Biz deyirik ki, gəl gedək sahabəyə baxaq görək. Sahabə bu etiqadda olub yoxsa yox? Bu deyir ki, yox, niyə sən sahabəni bu belədir da və salam. Deyirsən, yox, saxla. Biz dinimizi Quran sünnə və sahabələr bu dini necə başa düşübsə, o cür başa düşməyə məcburuq. Aydındır? Çünki sahabə Peyğəmbər sallallahu əleyhi və səlləm görüb, o şahid olub, o düzgün etiqadda olub. Mən deyirəm sənin fikirlərini. Və gedib baxırsan ki, subhanallah. İbn Abbas deyir ki, radiyallahu anh, istəva, yəni irtəfə, yəni ucaldı. Biz də ki, saxla qardaş, sən və sənin gətirdiyin şeytani şübhə get. Subhanallah. Yəni insanın həqiqətən dində sabit qalması üçün, salamat qalması üçün bu dini başa düşəcəksən, Quran sünnə və o Quran sünnəni sahabə necə başa düşübsə o cür. Budur salamat qalmanın yolu. Başqa sual var mı? Barakallahu fikum. Allah razı olsun. Allah razı olsun. Yoxsa var yox. Sizdən də qardaş, barakallahu fikum. İnşallah gələn dərs görüşərik. Gələn dərsə yaxşı hazırlaşın. İmtahan olacaq. Allah sizə bərəkət versin və bu dini öyrənməkdə sizin üçün yardım eləsin. Əmin əcməin. Amin əcməin. Oldu qardaşlar. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Wa aleykum salam və rəhmətullah və bərəkatuhu. Cəzakallah xeyran. Və iyyəkum, və iyyəkum.